Salam dəyərli şagirdlər, hər vaxtınız xeyir olsun. 16-11-ci ay 2025-ci il Masal Update mərkəzinin keçirdiyi mövzu sınavı 2-nin 9-cu sinif ərkən riyaziyyat suallarımızla baxacağıq. Başlayaq birinci sualımızdan. Demə nə deyir bizə? A kub minus B kubu 189 verib. Bizdən nə soruşur? A minus B ifadəsi. Bunu elə kub düsturu ilə açsaq nə olacaq bizdə? Yəni A-nın kubu minus B-nin kubu bizə nə verirdi? A minus B A-nın kvadratı plus AB plus B-nin kvadratını verirmi? Və bunu da bizə neçə verib? 189. Uşaqlar, A kvadrat plus AB plus B-nin kvadratının qiymətini verib. Onda nə yazaraq? Gətirib yazaq yerinə. A minus B vurulsun 63. Bərabərdir nəyə? 189-a. Onda buradan A minus B-ni tapsam 189-u 63-ə bölürəm, bölmürəm. Onda burada neçə dəfə düşür? 3 dəfə düşür, düşmür. A minus B 3-ə bərabərdir. D variantı. 32-ci sual. Ədədin standart şəkli yazılışında, yəni A vurulsun B hasilinin standart şəklini tapsaq biz nə olacaq? 1 onda 2 vurulsun 10 üstü 4 vurulsun 15 vurulsun 10 üstü mənfi 2. 1 tam onda 2-ni 15-ə vuraq uşaqlar. Gəlin bunu vergüldən azad edək. 12 vurulsun 10 üstü 3 kimi qalsın və 15-də vurulsun nə? 10 üstü mənfi 2. 12-ni 15-ə vursam 180 vurulsun. Bununla da 10 üstü 3 ilə 10 üstü 2-ni vursam, əsaslar meyin olduqda qüvvətlər toplanır, olur 10. O da bərabərdə standart şəklə getirirsən 1 tam onda 8 vurulsun 10 üstü 3-ə. Məndən nəyi soruşurdu? Yazıcıda qiymətli hissə tərtibi neçə faizdir? Qiymətli hissəm 1 onda 8-dir. 1 onda 8-dən tərtibi neçədir? 3-ə və 100 faizini vuracaq. Nə olacaq bizdən? 180 bölünsün 3, o da neçə olur? 60 faiz. D variantı. Bərabər yanlı düz bucaqlı 3 bucaq. Demək, bir dənə düz bucaqlı 3 bucaq çəkirik. Bərabər yanlı. Bərabər yanlıdırsa katetlərimiz bir-birinə nə olacaq? Bərabər. Və düz bucaq bizə hipotenuzu verir. Bəli, hipotenuzu verir neçə? 12. Düz bucaq təpəsində çəkilmiş hündürlük uzunluğunu tapın. Biz bilirik ki, ümumiyyətlə bərabər yanlı 3 bucaqda təpə bucağından endirilmiş hündürlük təmbirlən median üçü də bir-birinə nədir? Bərabər. Onda əgər düz bucaq təpəsindən çəkilmiş median hipotenuzu nə edir? 2 bərabər hissəyə bölür və özü də hipotenuzun yarısına bərabər olmuş olur. 12 isə hipotenuz 6, 6. Onda median və yaxud da hündürlükdə neçə olmuş olur? 6 olmuş olacaq. E variantı. Üç bucağın daxili bucaqlarından biri 60 dərəcə. Yəni üç bucağımıza çəkək. Üç bucağın daxili bucaqlarından biri 60-dır, xarici bucaqlarından biri isə 100-dür. Əgər bura 100 dərəcədirsə, 100-ün qonşusu mən neçə yazaram? 80 yazıram mı? Digər xarici bucağı tapın. Digər xarici bucaq neçə olacaq uşaqlar? Digər xarici bucaqda üç bucaqda belə xassəsi var ki, bir xarici bucaq özünə qonşu olmayan iki daxili bucağın cəmidir. Onda 140 olurmu? Yəni 60 ilə 80-in cəmi. Ümumiyyətlə xarici bucaqlarımız neçə oldu onda bizdə? 100-ü özü vermişdi. Digər xarici bucaqda tapsam 60-ın da qonşusu neçə düşür? 120. Bizdən bu bucaqlar deyirdi. 120 və 140. D variantı. Ədədlərdən neçə cütü qarşılıqlı sadədir? Qarşılıqlı sadə ədədlər hansı ədədlərdir? Ortaq böləni olmayan birdən başqa. Onda baxıram ki, 2 ilə 5 qarşılıqlı sadədir. 2 ilə 7 qarşılıqlı sadədir. 2 ilə 14 olmayacaq. Bir dəqiqə. 2 ilə bir də neçə olacaq? 21. 3 dənəsi burada oldu. Sonra baxırıq 5 ilə. 5 ilə 7-dir qarşılıqlı sadədir. 5 ilə 14 qarşılıqlı sadədir. Çünki ortaq bölənləri yoxdur. Bir də 5 ilə neçə? 21. 3 dənə də burada oldu. 3. Sonra baxıram 7 yox. 7 ilə 14 nə qarşılıqlı sadə deyil. Bir də 21 ilə qarşılıqlı sadə deyil. 14 ilə 21 də qarşılıqlı sadə deyil. Onda ümumi neçədən olmuş oldu? 6 dənə. 36-cı suala baxaq. Ədədlər arasında neçə natural ədəd var? 45-dən sonra gəlir 46, 47, 48, 49, 50, 51 və 52. 52-nin özünü də götürəcək uşaqlar. Çünki ədədimiz neçədir verdiyi ədəd? 52,8-dir. Neçədən oldu? 1, 2, 3, 4, 5, 6, 7 dənə. 46, 47, 48, 49, 50, 51, 52 ədədlər arasında neçə natural ədəd vardır? Aha. İfadəsinin qiymətini hesablayın. Gəlin əvvələ sürəti sadələşdirək. Sürətimiz nədir? 2 tam 9-da 4 minus 1 tam 9-da 5. Bərabərdir. Bunlar nədir? Orta məxrəc yazsaq 18, 22-dən çıxaram nəyi? 14-dür. Bildiniz də qarşıq ədədi düzgün olmayan kəsə çevirdim. 2-ni 9-a vurdum, 18 üzərinə 4 gəldim. 22 minus bir kəsirdə yazdım. 1, 9, 19 üzərinə 5-i gəldim 14. İndi 22-dən 14 çıxanda 8 qalırmı? 9-da 8.
Aha, bu belə. Sonra məxrəcə baxaq. Məxrəcimiz də verir ki, 1 tam 9-da 7. Bunu da düzgün olmayan kəsrə çevirsəm neçə düşür? 9-da 16. Bu ifadəni kəsri nəyə bölürdüm? 9-da 16-ya. Bölmə vurma ilə əvəz olunsa, 9-da 8 vurulsun. Sürətlə məxrəcin yeri dəyişirmi? 16. İxtisarlarımıza aparsaq 9-dan 9, 8-dən 16 gedir. Nəyə bərabər olur? 2-də 1-ə. D variantı. 38-ci sual. 38-də nədir? SBY açıqbucaqdır. Aha, SBY açıqbucaqdır. BD şüası ABC-nin tənböləndir. Tənböləndirsə alfa alfa. Sonra DB yeni verib, DB yeni verib neçə dərəcə? Bax, bu bucağı bizə verib. DB-yə bucağını verib 120 dərəcə. Gəlin AB-yə də bir beta deyək. Onda alfa ilə betanın cəmi bizə neçə verib? 120 dərəcə. Uşaqlar, SBY açıqbucaq olduğundan SBY-nin hansı bucaqlar yaradıb? Alfa alfa bir də beta, yəni 2 alfa plus betadan da biz neçə dərəcə götürəcəyik? 180 dərəcə. Onda bu ifadələri nə edirik? Tərəf-tərəfə çıxarıq. İkinci ifadədən birinci ifadədən çıxsam, 2 alfadan alfa çıxsam alfa, betalar gedəcək. 180-dən də 120-ni çıxsam neçə qalır? 60. Demək bucaqlarımız nə oldu bizdə? 60, 60. Alfanı tapmışıq. A, B yeni soruşur. Əgər bu bütövlükdə 120-dirsə, yerdə qalan son 60 dərəcə yenə qalırmı? A variantı. 39-cu sual. Bucaq 2 ilə bucaq 4-ün cəmi 110-dur. Bucaq 2 bərabərdir bucaq 4-ə. Niyə? Qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar bir-birinə nədir? Bərabər. Və cəm 110 olduğuna görə onda bu bucaqlarımız neçə dərəcəymiş? 55, 55. Bucaq 3-ü soruşur. Əgər bura 55-dirsə, 55-in qonşusu nədir? 125 olurmu? A variantı. Məndən elə bucaq 3 soruşduğuna görə 125 dərəcə. 40-cı sual. 40-cı sualda nə edirik? Birinci ifadəni ortaq məxrəcə gətirsək, nə olacaq bizdə? Dəqiqə. X, Y, nə olur onda? 4 dənə Y plus 5 dənə X-a. Bərabərdirmi 9-a? Bizdən görürük ki, bu ifadə bunun tərsidir və nəyə vurulmuş formasıdır? 4-də 1-ə. Onda nə edirəm? Hər tərəfi də nəyə vuraram? 4-də 1-ə vuraram. Bu üzdə vuraram 4-də 1-ə. Onda nə olacaq? 4 dənə X, Y, 4Y plus 5X bərabərdir nəyə? 4-də 9-a. Bunu tərsinə çevirsəm onda nə olacaq? 4XY bölünsün neçəyə? 4Y plus 5X bərabərdir nəyə? 9-da 4-ə. D variantı. 41-də 4x kvadrat minus AX 4x kvadrat plus AX minus 1 3 ədəsi 2x plus 1 vurulsun 2x minus 3 şəklində vurgulara ayrılmışdır. AB hasilini tapın. Gəlin vurgular şəklində yazalım. 4x-in kvadratı plus AX minus 1. Bunu fərz eləyib yox, vurgular şəklində bu şəkildə göstərilib. X plus 1 2x minus 3. Bu ifadələrimiz nədir bir-birinə? Eynilik deyilmi? Biz onda sağ tərəfdəki ifadəni sadələşdirsək, yəni çox ədədin çox ədədiyə vurulması xassəsini tətbiq eləsək, çox bu ifadəyə bərabər olmuş olacaq. Onda əmsalların durduğu yeri tapacaq. 2x-i 2x-a vursam neçə olur məndə? 4 dənə x-in kvadratı. 2x-i 3-ə vursam minus 6x. 1-i 2x-a vursam plus 2x. 1-i də mənfi 3-ə vursam minus 3. Yəni bunu bir də sadələşdirək. 4x kvadrat mənfi 6x plus 2x mənfi 4x minus 3. Biz bu ifadə nəyə bərabərdir? Yəni birinci ifadəmizi vermişdik ki 4x kvadrat plus ax minus b bərabərdir. Onda bu ifadə buna bərabərdirmi? 4x kvadrata minus 4x minus 3-ə. Nə edirik? X kvadratın əmsalı 4-dür zaten bərabərdir, eynilikdir. A-nın yerində nədir? AX-in əmsalıdır. Burada x-in əmsalı nədir? Mənfi 4 demək, A mənfi 4 demiş. B-nin yerində nədir? Mənfi 3 dururmu? Demək elə B-miz də 3-ə bərabərdir. Çünki B-nin də qarşısında mənfidir. Burada mənfi var. Onda B 3-ə bərabərdir. Bizdən nəyi soruşurdu? AB hasilin A vurulsun B. A-nın neçə tapmışdır? Mənfi 4. B neçədir? 3, 12. Necə 12? Mənfi 12. B variantı. Plana görə fəhlə gündə 250 detal hazırlamalı idi. O planın 120%-ni yerinə yetirdi. Fəhlə neçə detal hazırladı? Uşaqlar, plan qoyub qarşısına sadəcə o plandan daha çox eləyib. Yəni faizi çoxdur. Demək, 250 detalı bu hazırlamalıdır 100%-ilə. Planı 100% qoyulur. Və o plandan artıq yerinə yetirib. Uyğun kəmiyyətləri alt-alta yazılsa, bəs deyir ki, 120% planı yerinə yetiribsə, neçə detal hazırlayıb bilmirik. X. Tənasübdən də nə edirik? Çarpaz vurub x-i tapmış olarıq. Onda x-i tapsaq, nədir bizdə? 250-ni vurmuş olarıq 120-yə, bölərik nəyə? 100-ə. Buradan sıfırlarımızı ixtisar aparsam, onda nə qalacaq? 25-i də vuracam nəyə? 12-yə.
25'i də 12'ye vursam 10 demək 300 eləyirmi? Bəli, 300. Onda cavabımız nə olacaq? C variantı 300. Orta xətt B oturacağı A olan üçbucaqda A minus B bərabər 7 olarsa A-nı tapın. Biz o üçbucaqda orta xətt nədir? Bilirik ki, üçbucağın hər hansı iki tərəfinin ortasını birləşdirən düz xətt. Onda və orta xətt paralel olduğu tərəfi nə idi? Yarısıdır. Burada B nəyə paraleldir? A-ya paraleldir. Onda A-nın yarısıdır. Gətirib bu ifadədə yazaram yerinə. Onda nə olacaq? A minus. B-nin yerinə nə yazacağam? A bölünsün 2 bərabərdir bu ifadə 7-yə. Hər tərəfi 2-yə vursam nə olacaq? Kəsirdən azad edilmək üçün 2A minus A bərabərdir 2-ni də 7-yə vursam 14-ə. A-nı da buradan tapıram 14. A nəyə bərabərdir? 14-də bizdən də A-nı soruşur deyilə. B variantı. A və B çoxluqları üçün N-A fərqi 3, birləşməsi 9 olursa N-B-ni tapın. 2 çoxluq çəkək. A çoxluğu və B çoxluğu. A fərqi B3, yəni buranı verib 3. Məndən nəyi soruşur və birləşməsini də verib bizə. Birləşməsini də neçədir verib? 9. Birləşmə nədir? A ilə B-nin birləşməsi. Əgər A fərqi 3-dürsə, A fərqi B3-dürsə, yerdə B çoxluğu üçün bura birləşmə 9 olması üçün 6 çatışmırmı? Və NB də elə nəyə bərabərdir? 6-ya. Keçdik 45-ci suala. 45-də nə deyir? Çoxhədsin vurğuları ayırın. Ayıraq. Nəyi çıxardırıq burada mütərizə xaricinə? A kvadratını çıxartsam, A kvadratını çıxartsam. Bu ifadədə nəyi çıxardıram mütərizə xaricinə birinci ifadədən? A kvadratını çıxartdım. Yerdə onda nə qaldı? A plus B minus ikinci ifadədən nəyi çıxardıram? 9-u. Və mütərizənin qarşısında mənfi olduğuna görə işarəmiz nə olacaq? Əksini dəyişəcək. A plus B. Və buradan da nəyi çıxardıram qarşıya? A plus B-ni çıxartsam, onda nə qalır? A kvadrat minus 9-a. Baxın, A kvadrat minus 9 özü də A kvadrat minus B kvadratın açılışı ilə açılacaq. Onda nə qalacaq? A plus B A minus 3, A plus 3'e bərabərdir. A plus B, A minus 3, A plus 3. Hansı variantda bizdə? A plus 3. Hardadır bu variant? D variantı. A minus 3'ü var, A plus B'si var, A plus 3'ü var. Sadəcə ayırıblar da bunları, yeni eləyiblər. Neyse. 46-cı sual. Şəkildə verilmiş çəlləklərdəki neft qarışdırılmadan bərabər miqdarda olmaqla ayrı-ayrı qablara doldurulacaqdır. Buna görə bir qabda həcmi ən çox neçə litr ola bilər? Uşaqlar, baxırıq. Birində 27 litr benzin var, neft var. Digərində də 45 litr və bunlar bir-birinə qarışdırılmadan ayrı-ayrı qablara töküləcək. Ayrı-ayrı qablara tökülməlidir və ən çoxu tökülən qabların neçə litr olmalıdır? Onda ən çox dediyinə görə biz bunlar üçün nə tapacaq? Əbab tapmış olarıq. 27 ilə 45'ə əbab tapsaq neçə elir? 9 litr. Yəni ən çoxu bu töküləcək qablar nə qədər tuta bilər? 9, 9, 9. 20 litrdən, 27 litrdən 9 litr töksən 3 dənə tökəcəksən. 45 litrlik qabdan 9 litrə töksən 5 dənə töksən və s. Ona görə bizdən də ən çox soruşduğuna görə ən çox nə qədər ola bilər? 9 litr. Burada cavabımız olacaq 9. 47-ci suala baxaq. 47-ci sualda nə deyir? AOB açıq bucağının təpə nöqtəsindən onunla eyni yarım müstəvidə olmaqla. Gəlin bir dənə bucağı çəkək. A, O və B. Ondan eyni yarım müstəvi dediyinə görə C bucağı, buna da D deyək. C şüası, D şüası. Bizdə nə deyir? AOC-nin CO B-yə nisbəti 4 alfa. Əgər bura alfadırsa, 1-in 4-ə nisbətsə, onda bura biz alfa dediksə, onda bu bucaq üçün neçə qalır? 4 alfa qalmış olurmu? Və açıq bucağı tamamladığına görə alfa ilə 4 alfanın cəmi neçə dərəcə olmalıdır? 180. Onda 5 dənə alfa bərabər 180 verirsə, alfanı neçə tapırıq biz? 36 dərəcə. Yəni bura 36 dərəcədirsə, bunun qonşusu neçə dərəcə çıxır? 144 dərəcə. Bu belə. Növbəti nə deyir? Yenə də həmin şəkli bir də təkrar çəkək və bu səfər isə nisbətləri ayrı verir. A, O, B bucağı, C və D. Bu səfər bizə nə deyir? AOD. AOD hansıdır? Buradırmı? Bunu verir ki 4'ün 1'ə nisbəti. Bura 4 alfa və DOB. DOB haradır? Baba bu bucaq. Bunu da götürürəm alfa. Yenə də 4 alfa ilə alfanın cəmi 180. Alfanı biz onsuz zaten tapmışdıq. Neçə dərəcə? 36 dərəcə. Onda bu bucağımız 36 dərəcə. Bu bucaq da 36 dərəcə idisə, yerdə COD bucağını soruşurmu bizdən? COD bucağı hansı bucaqdır? Baba, bu gördüyümüz bucaq. Bu bucaq üçün nə qalır bizdə? 36, 36.
72, 180 tamamlaması üçün neçə dərəcə çatmış? 180. Elə bir ki, 180 nə idi? 108. Elə bir ki, 180-dən 72 dərəcəni çıxmış oluram da, 108 dərəcə. Cavabımız nə olur? 108. 48-ci suala baxaq. 48-də nə deyir? AOB-dən çıxıb, AOB hansı bucaqdır? Alfa. Gəlin buna bir dənə alfa deyək. BOC. Bu BOC-yə də bir dənə hər hansı bir beta bucağı deyək. Onda yerdə qalan bucaq üçün neçə qalacaq? Lambda. Bu belə. Gəlin bu verilənləri bucaqlarla yazaq. AOB-dən çıxıb, yəni alfadan çıxıb BOC-ni, betanı çıxıb bərabər nəyə? 22 dərəcəyə. Sonra AOB-dən yenə də alfadan çıxıb nəyi? AOC-ni. AOC neçə dərəcə? Hansı nə iş eləmişik? Lambda ilə. Bu da nəyə bərabərdir? 47 dərəcəyə. Və tam bucaq olduğuna görə, tam bucaq nə idi? 360 dərəcə idi mi tam bucaq? Ona görə bunların hamısını toplasam alfa, beta plus lambda neçə dərəcə olmalı idi? 360 dərəcə. Bizdən nəyi soruşur? AOB bucağı. AOB bucağı da biz alfa demişik. Alfanı tapmalıyıq. Nə edirik? Baxın burada. Bizə bu ifadədən betanı alfa ilə əvəz eləsəm, nə olacaq onda? Beta bərabərdir. Alfa minus 22 olur, olmur. Eyni qaydada da buradan mən lambdanı tapsam, alfa minus 47 olmuş olacaq və bunların bu qiymətin gətirib burada nə edəcəm? Yerinə yazacağım. Alfa plus betanın qiyməti nədir? Alfa minus 22 dərəcə plus betanın, lambdanın qiyməti nədir? Alfa minus 47 bərabərdir 360-a. Alfa, 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 3 dənə alfa minus 22 ilə 47-nin cəmində 69 bərabərdir nəyə? 360-a. Buradan 3 alfanı tapsam, mənfi 69 sağa keçir, plus kimi olur neçə? 429. Buradan alfanı tapsaq. 429-u 3-ə bölsək neçə düşür? 1, 4, 3. 143 dərəcə düşür, düşmür. Bəli, alfa olur 143 dərəcə. Bizdə nəyi soruşurdu elə? AOB-ni, yəni alfanı soruşurdu. Alfa neçə dərəcə oldu? 143. Bu 48-ci sual. Gəldi neçə? 49-cu sual. 49-cu sualda nədir? 25 ədədinin ədədi ortası 7,2-yə bərabərdir. Bu ədədlərin cəminin 6da 1 hissəsini tapın. Uşaqlar, 25 dənə ədədim var və ədəd ortada nə idi? Ədədlərin cəminin sayına nisbəti. Və həmin o cəmi bilmirəm. Cəmi hər hansı bir x deyirəm. Yəni 25 dənə ədədi toplamışam. Cəmin x-dən işarələmişəm və deyir ki, 25 ədədin ədədi ortası. Yəni cəmi bölünmürmü onun sayına? Yəni 25-ə böləcəm, ədədi ortasını bizə neçə verib? 7,2. Buradan mən x-i tapsam, 7,2-ni 25-ə vurmuş oluram mı? 25-ə vuracam. Biz nəyi tapacaq? Həmin o 25 dənə ədədin nəyi tapmış olacaq? Cəmini tapmış olacaq. Bəli də, cəmini tapmış olacaq. Onda neçə olacaq? 7,2-ni 25-ə vursam, elə bir ki, bu deməkdir də. Onda 72-ni vursam 25-ə. İxtisarlarımızı falan aparsaq. 5 ilə getsə 2, 5, 2 ilə getsə 36. 36-nı da 5-ə vursam neçə edir? 180. 25 dənə ədədin cəmi neçə imiş? 180. Həmin bizdən də nəyi soruşur? O ədədlərin cəminin 6da 1 hissəsi. Cəmi 180 tapmışdım. Onda nə edirəm? 180-in də 6da 1 hissəsini taparam. Neçə olar? İxtisarlarımızı aparsaq 30-a bərabər olmuş olacaq. 180-i 6-ya ixtisar aparacaq. 50-ci sual. 50-ci sualda nədir? Qüvvətin xassəsini tətbiq eləyərəm burada. Onda olacaq 5 üstü 10 vurulsun. 25-i necə yazaram? 5-in kvadratının üstü 6 kimi. 125-i də yazaram 5-in kubunun üstü 7-si kimi. Onda 5 üstü 10 qalsın yerində nə olacaq? 5 üstü 12 qüvvətin xassəsinə görə qüvvətin qüvvətidir də. 2 6-ya vuruldu 12. Eyni qaydada da 5 üstü 3-ü də 7-yə vursam neçə olacaq? 21. Əsaslar eyni olanda sürətləri gəlin toplayaq. Qüvvətləri toplayacaq neçə olacaq? 22. Məxrəcdə nə qalacaq? 2, 5 üstü 21. Bunları da ixtisar aparsam elə 5-ə bərabər olmuş olacaq. Yəni 5 üstü 22-dən 5 üstü 21-i çıxıram da qüvvətlər çıxılır. 22-dən 21 çıxdım, 5-ə bərabər oldu. Çox hədli sualı. Demək. Çox hədli nə idi? Çox hədli standart şəklində yazışda əmsalları cəminin modulunu tapın. Əmsalları cəmi dediyinə görə biz nə edəcəyik? Dəyişənin yerinə nə yazmış olacaq? 1 yazmış olacaq. Amma nə zaman? Standart şəkildə. Bunu bir əvvəla nə edək? Vurub açıb sadələşdirəcək. Lövhədə yazım onu. Uzun gedəcək biraz. Qələmi düzəldim qoy. Aha. İfadəmiz nə idi? 3 dənə x-in kubu
minus 5 dənə x-in kvadratı plus 2x minus 4. Digəri nə idi bizdə? 4 dənə x-in kubu minus 2 dənə x-in kvadratı minus 3 dənə x bərabərdir. Çoxhədin çoxhədlə vurulması nə idi? 3x kubu vuracam birinci bu ifadəyə, sonra bu ifadəyə, sonra da bu ifadəyə vuracam. Onda nə olacaq? 3x kubunu 4x kuba vuranda eləyir 12 dənə x-in kubu. Kubu nə idi? 6. X üstü 6 olacaq. Əsasları eynidir, qüvvətlər toplanır. Minus 3x kubunu vururam mənfi 2x kvadratına verir. 6 dənə x üstü 5 minus 9 dənə x üstü 4. Bu belə. Sonra keçdiyim nəyə? Mənfi 5x kvadratı vurmağa. Onda mənfi 5x kvadratı 4x kuba vuranda 20 dənə x üstü 5. Bu x-in qüvvətində yazın ora. 20 dənə x üstü 5 verirmi elə? Bəli. Sonra mənfi mənfiyə dərəcə müsbət olacaq. 10 dənə x-in üstü 4 plus 15 dənə x-in kubu. Elə bir ki 5x kvadratları vurdum da bu səfər buna. Aha, bu da belə. Sonra keçdi nəyə? Müsbət 2x-i vuracam. Onda bu nə olacaq? Plus, yəni ki, düşüm aşağıdan yazım. 2x-i vuracam 4x kuba. Neçə verəcək mənə? 8 dənə x üstü 4 verirmi? Minus 4 dənə x-in kubu. 4 dənə x-in kubu və minus 6 dənə x-in kvadratı. Minus 6 dənə x-in kvadratı. Sonra keçdi nəyə vurmağa? Mənfi 4-ü 1-1 bu hədlərə neynəyəcəm? Vuracam. Onda nə verəcək bizə? Mənfi 4-ü 4-ə vuranda 16 dənə x-in kubu. Mənfi 4-ü mənfi 2x kvadrata vuranda plus 8 dənə x-in kvadratı və plus 12x. Buradan da sadələşdirməmizi aparsaq, gəlin dəyişəyim. Baxın, 12 dənə x üstü 6-da bir dənədir yazdım. Mənfi 6 x üstü 5 var. Bir də 20 x üstü 5 var. Onda nə verir? Minus 26 dənə x üstü 5 verəcək bizə. Sonra x üstü 4-lərə baxıram. Mənfi 9 x üstü 4, 10 x üstü 4, müsbət x üstü 4. Demək, burada da müsbət 9 x üstü 4. Müsbət 9 x üstü 4 verir. Aha, demək, nə qaldı bizdə? Müsbət 9x üstü 4. İşarə səhv eləməmişiksə cavabı düz alarıq. X üstü 4-lər də getdi, gəldi nəyə baxacaq? Kub dərəcələrə baxacaq. 15 dənə x-in kubu var. 4 dənə x-in kubu var. Nə qaldı bizdə? 11x kub. Bu dənə də mənfi 16x. Onda nə qalır? Minus 5 dənə x-in kubu. Bunlar da getdi. Gəldi nəyə baxacaq bu səfər? Kvadratlara, yəni x-in dərəcəsi 2 olanlara. Mənfi 6x kvadrat, müsbət 8x kvadrat. Plus 2 dənə x-in kvadratı var. Və 12x təkdir. Plus 12 dənə x. Burada indi bizdən əmsallar cəmi soruşdu ona görə. Nə edirəm? X-ların yerinə nə yazaram? 1 yazsam onda nə olur? 12 minus 26 plus 9 minus 5 plus 2 plus 12. Bu şəkildə demək, o 2 ilə 12-ni toplasam 14, bir də 2 ilə toplasam, 12 ilə toplasam nə verir? 26, müsbət 26 verəcək. Burada da mənfi 26 var. Onda bunlar gedəcək 0-a. 9-dan 5-i çıxsam neçə qalır? 4. Və modulunu soruşur bizdən. Əmsalacağım modulunu tapın. Modulu ilə 4-ə bərabərdir. Əgər işarə səhv etməmişiksə, cavabımız nə çıxacaq? 4 çıxmış olur. Keçdik nəyə? 52-ci suala bir lövhəni siləyim. Biraz bezdirici misal oldu, çox ədli sualı. $52 nə deyir? 480 manat alınan məhsul neçə manata satılarsa qiymətin 15% qədər gəlir əldə olunar. Baxın, 480 manata almışam mən, düzdürmü? Və neçəyə satmalıyam ki 15% qədər gəlirim olsun? Onda nə edirəm? 480-i mən nəyin taparam? 15%-ni tapsam, bölsəm 100-ə. İxtisarımı aparsam burada, 15 ilə 5 aparsam burada 2, burada 3, bu 2 ilə 48 aparsam 24 vurulsun 3. Neçə çıxacaq? 3, 4, 12, bir yadda 72 manat. Yəni mənim qazancım 72 manat olmalıdır. Yəni 480-i almışam, 72 manat qazancına satıramsa neçəyə sataram? 480-dən toplayaram 72-ni. Neçə eləyər məndə? 552 manat eləmiş olacaq. Onda cavabımız nə olacaq? 552-yə. 52-ci sualda getdi, gəldik 53-cü suala. 53-cü sualda nə deyir? A və B qarşılıqlı sadə ədədləri üçün
4 əkub AB plus əbob AB 85 olursa AB hasilini tapın. Aha, qarşılıqlı sadə ədədlərin əkobu hasilinə əbobu nəyə bərabərdir? 1-ə. Yəni 4 dənə AB plus əbob da 1 olacaq. Plus 1 bərabərdir nəyə? 85-ə. Biz burada 4 dənə AB-ni tapsaq, 85-dən 1 çıxsın, 84. AB də nəyə bərabər olmuş olacaq? 84-ü bölürəm 4-ə. Neçə olur? 21. 53-də də doğru cavab variantı olur 21. Məsələdir bu. Baxaq məsələyə görək. Avtobus yolun 8/3 hissəsini və 30 km getdikdən sonra yolun 4/3 hissəsinə çatmaq üçün daha 30 km getməlidir. Yolun uzunluğunu tapın. Uşaqlar, yolun uzunluğunu bilmirəm. Hər hansı bu uzunluğa mən bir x ədədi deyərəm. Deyir ki, avtobus yolun 8/3 hissəsini, demək, buradan gəlib, 8/3-ün gəlib, yəni 8/3 x-i gəlib və deyir ki, 30 km getdikdən sonra bir dənə 30 km gəlib və deyir yolun 4/3 hissəsinə çatmaq üçün daha bir 30 km-də getməlidir. Yəni bir 30 km-də getməlidir ki, yolun nə hansı hissəsini getsin? 4/3 x-in getmiş olsun. Yəni görürsüz, biz bunları toplayıb bu ifadələri toplayıb bərabərləyəcəyik nəyə? 4/3 x-ə. Yəni 8/3 x plus 30 bərabərdirmi 4/3 x-ə? Hər tərəfi 8-ə vuraq ki, kəsirdən azad olsun. 8-ə vursam onda nə qalacaq? 3x plus 30-dan 30-un cəmi 60. 60-ı da 8-ə vursam neçə eləyir? 48, 480 daha doğrusu. Aha, bərabərdir. 8-i də vursam burada nə qalır? 2. 2-ni də 3x-ə vursam neçə eləyir? 6 dənə x. Neyin yəni buradan? 3x-i keçirdirik sağ tərəfə. Onda minus kimi keçirmi? 480 bərabərdir. 6x-dan çıxıram 3x-i. Onda 480 bərabərdir 3x-a. X-i neçə tapırıq? 160. Yolumuzun uzunluğu nə qədərmiş? Bizdə nə soruşur? Yolun uzunluğunu tapın. Yolun uzunluğu nə qədərmiş? 60 kilometr. 55 və sonuncu sual. ABCD-də CD tən böləndir. CD tən böləndirsə nə edir tən bölən? Bucağı yarıya bölür. Alfa, alfa. AC-ni verib 6. AC 6-dırsa, BC 12. Məndən nə istəyir? BD-dən AD-ni çıxıb 3-ə bərabər bölünmüş olar. Əgər mən BD məsafəsini x, AD məsafəsini y deyirsəm, yəni x minus y bərabər 3-dürsə, onda nə olacaq? X bərabər olurmu? 3 plus y-ə. Onda nə edirəm? Gətirib x-in yerinə mən nə yazaram? 3 plus y yazmış olaram ki, eyni ifadə, eyni dəyişəndən asılı olsun da. Onda nə olacaq? 6-nın tən bölən xassəsinə görə 12-yə nisbəti bərabərdir. Əgər mən buna nisbətini götürmüşəmsə, onda nə edirəm? Y-in də 3 plus y-ə nisbətini götürərəm. Y bölünsün 3 plus y-ə. Uşaqlar, buradan ixtisarlarımızı aparsaq, 6 ilə 12-ni 6-nın özünü aparsam, ixtisar surətdə qalır 1, məxrəcdə qalır 2. Bunlar da çarpaz vursam, 2-ni y-ə vursam, 2 dənə y bərabərdir 3 plus y qalmış olacaq. Y də keçir sağ tərəfə 2y-dən, sol tərəfə 2y-dən y çıxıran bərabərdir 3-ə. Onda y nəyə bərabər olmuş olur? 3-ə bərabər olmuş olurmu? Demək, bu məsafəmiz 3, bu məsafəmiz 3 plus 3 nədir? 6. AB məsafəsini soruşur. AB məsafəsi bütövlükdə neçədir? 3-ün 6-nın cəmi 9-a bərabərdir. Bu da belə. Sağ olun.